ətrafındakı limfa düyünlərinin gedib tutulması nəticəsində limfanın, yəni limfa nədir? Deməli, limfanın əvvəla hərəkəti pozulur. Limfa nədir? Limfa bədəndə maye sistemlərindən biridir ki, məsələn, toxumalardakı mübadilədən sonra gələn mayelər limfa sisteminə gəlir, oradan da qan-damar sisteminə gəlir və oradan da xaric olur bədəndən. Məsələn, limfa bizim belə deyək ki, bədənimizin filtr funksiyası rolunu oynayan bir orqan sistemidir. Limfa düyünlərində isə bu filtr prosesləri gedir, təmizlənmə işləri gedir. Limfa düyünlərinə məhz bu bakteriyalar gedir, tutur və limfa düyünləri artıq öz fəaliyyətini göstərə bilmir və proses xronikləşərsə əgər limfa düyünlərində çapıqlar əmələ gəlir və artıq limfa dövranı pozulur. Bu isə insanlarda fil ay xəstəliyi, yəni limfödemin yamralanmasına səbəb olur. Müxtəlif istər bir ayaqda, istər iki ayaqda iri, böyümüş şəkildə olur. Çünki limf sistemi, limfa drenajı pozulur həmin